Saçınızın pürüzlülük dərəcəsini bilirsiniz. Çünki bu saç baxımında bizə ən lazımlı məlumatlardan biridir və mən də bunu çox qısa müddətdə kəşf eləmişəm. Mən uzun müddətdir saç baxımı ilə məşğulam. Çünki saçlarım həm çox quru idi, çünki mütəmadiyyən boyuyuram, həm də incə idi və gec uzanan saçdı. Yəni üçü bir arada. Bu arada saç boyamı soruşursunuz. Saç boyamın nömrəsi 740 və 745 arasıdır. Bir aydan bir boyuyuram. Hal-hazırda boyama vaxtı gəlib. Yumuşam, rəngi açılıb. Neysə. Gələk baxıma. Mənim saçımın pürüzlülük dərəcəsi low porosity'dir. Yəni pürüzü çox azdır. Buna görə də vurduğum heç bir maskanı, heç bir baxımı içinə çəkmir. Bunu necə test edə bilərik? Bir qab ilıq, soyuq su götürürsünüz, kasaya qoya bilərsiniz, stəkana fərq eləmir. Və saçınızdan bir tel götürün, suya qoyun. Əgər suyun üstündə qalırsa, low porosity'dir, yəni pürüzsüz saçdır, mənimki kimi. Əgər ortada qalırsa, medium porosity, orta pürüzlüdür. Əgər suyun dibinə düşürsə, high porosity'dir, yəni yüksək pürüzlü saçdır. Və bu informasiyaya dayanaraq siz produktlar kəşf edə bilərsiniz. Yuyanda mənim saçım çox gec quruyur. Su ilə isladıram saçı. Su belə axır, saçımın üstündən gedir. Yəni saçım tez islanan saç deyil və quruyan saç da deyil. Çünki içinə heç nə çəkmir. Saçlarım hal-hazırda mənim çox yaxşıdır. Ola bilər ki, sizin üçün yaxşı deyil. Çünki hal-hazırda heç nə eləməmişəm. Yəni yumuşam və qurutmuşam bu şəkildədir. Amma bu mənim üçün əla irəliləmədir. Çünki mənim saçlarım həm qısa olub, həm incə olub. Çünki qaynaq da qoymuşam və boya da mütəmadiyyən qoyuram. Bu irəliləmə mənim üçün çox əla nəticədir.